Bugün çox qəribə bir məlumatla gəlmişəm. Eşidəndə özümə də xoş gəlmişdi və bunun əziyyətini çəkən insanların həqiqətən olduğunu gördüm və istədim sizlə də bölüşəm. Bu nədir? Aylarımızın 12 ayının hansının 30, hansının 31 olduğunu əzbərə bilmirsinizsə və yanınızda həmin an üçün öyrənməyə bir kalendar yoxdursa, əllərimiz bizim üçün kalendar ola bilər. Bəli. Bu da hansı üsuldur? Deməli nə edirik? Düzdür, mən əzbərə bilirəm bütün aylarımızı, amma bilməyənlər üçün bu üsul daha əlverişli ola bilər. Əllərimizi belə tuturuq. Baxın belə. Bir çıxıq hissəmiz var, bir də batıq hissə deyək. Bu hər çıxıq hissələr ayrı-ayrılıqda ayı 31 olanlara simgələyir. Nədir bu? Nə edirik? Sayırıq yanvar, fevral, mart, aprel, may, iyun, iyul. İndi gəlin baxaq hansı 31-dir, hansı 30-dur. Yanvar 31, fevral istisnadır 28, 4 ildən bir 29 ki bunu da 31-dən aşağı olduğuna görə saya bilərik. Mart 31, baxın çıxır. Aprel 30, may 31, iyun 30, iyulda 31. Görürsünüz hər çıxıqlar bir ayı simgələyir. Eləcə də iyuldan sonra da keçirik yenə avqust, sentyabr, oktyabr, noyabr, dekabr. Yəni çox fərqli bir məlumat deyil. Sən demə belli bir kəsim insanlar bilirmiş və mən indiyə qədər nə özüm nə də ətrafım belə bir şey olduğunu bilmirdim. Siz də əgər bilmirdinizsə yorumlara yazın. Çox maraqlı deyil, həqiqətən çox qəribə, pratik bir üsul. İndi gedin bu məlumatı görün nə edirsiniz.